Dostlar, hər kəsə salam olsun. Bu gün sizlərlə çox vacib bir mövzudan danışacağam. Belə ki, məhz elektron imza və sənəd haqqında qanunda maddə 1 əsas anlayışlara baxacağıq. Çünki bir çoxunuz bunun qarışdırırsınız. Baxın, ilk olaraq bizim qarşımıza burada belə deyim, nə çıxacaq? Verilənlər. Mən buradan da slaydımın üzərinə gəlim. Hə. Verilənlər nədir? Baxın, biz burada altından da xətt çəkmişik. İnformasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya, yəni kompüter, telefon və yaxud digər cihazların oxuyub başa düşə biləcəyi formada olan hər cür məlumat nəzərdə tutulur. Yəni sadəcə kağız üzərindəki qeyddən söhbət getmir. Belə deyək, bu rəqəmsal dünyaya daxil edilmiş hazır olan bir informasiyadır. Yəni buna nümunə deyim sizə. Baxın, təsəvvür edin ki, əvvəllər necə idi? Mağazanın sahibi köhnə bir dəftərə qeyd edirdi, düzdür? Bu informasiya idi. Amma indi həmin bu sahibkar bunları Excel-də cədvələ yazır. Bu artıq olur, məlumat o, verilən olur, data olur. Çünki bu datalar belə deyim, biz bunların üzərində toplaya bilərik, aylıq qazancı hesablaya bilirik və s. də. Yəni hansı mal bitib onu avtomatik qeyd edə bilirik və s. Yəni verilən dedikdə bunu nəzərdə tuturuq. Bəs verilənlər daşıyıcısı nədir? Bax, bu verilənlərin saxlanılması və istifadəsi üçün təyin edilmiş maddi obyekt. Məsələn, mən Excel-i harda saxlayıram? Bax, mən Excel-i saxlayıram. Məsələn, bax burada da var, hard disk şəklidir. Hard disk şəklində və yaxud SSD-də və s. də, yəni verilənlərin saxlanılması və istifadəsi üçün təyin edilmiş maddi obyekt. Bax, bundan gedir. Bəs yaxşı, məlumat bildirişi nədir? Məlumatın verilənlər daşıyıcısında yazılmış forması. Yəni baxın, bu veriləndir, düzdürmü? Bayaqlar dediyi, məsəl üçün Excel-də yazılmış o datalar. O verilənlər daşıyıcısında, yəni məsələn verilənlər daşıyıcısı nə idi? Hard diskdə yazılmış forması. Məsələn, hansı formada yazılıb? PDF-dir, Word-dür və s. Yəni bu formada bunlar yazılıbsa, yəni söhbət PDF-dən, Word-dən getmir də, istənilən bir məlumat orada, yəni hard diskdə varsa, bu olur məlumatın bildirişi. Bəs burada bizim elektron sənədimiz nədir? Baxın, elektron formada saxlanılan kontentdir. Mətn də ola bilər, səs də ola bilər, görüntü də ola bilər, audio görüntü də ola bilər. Bax, hal-hazırda mənim sizə göstərdiyim elə bir elektron sənəddir. Növbətiyə baxaq. Hə, bu da maraqlı bir mövzudur. İmza yaratma məlumatları. Yəni elektron imza yaratma məlumatları. Baxın, elektron imza yaratma məlumatları təkrar olunmaz verilənlərdir, datalardır. Yəni sizdə olur. Hansı ki sizin fin kodunuz olur şəxsiyyət vəsiqənizdə. Yəni sırf sizə məxsusdur da, başqa heç kimdə yoxdur ki. Yəni təkrar olunmaz, unik gedir buna. İnformatikanı oxuyursunuzsa burada bilirsiniz. Unik datalar. Və burada da yazılıb kod və ya kriptoqrafik açarlar. Yəni elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod və yaxud da ki kriptoqrafik açarlar. Baxın, burada qeyd eləmişəm ki, ancaq imza sahibinə nədir? Bəlli olur. Hə, bax, bu imza yaratma məlumatıdır. Bu isə imzanı yoxlama məlumatları. Bu kod sizdədir, düzdür? Bəs bu kodun doğruluğunu yoxlayır nə? Bax, bu imza yoxlama məlumatları. Yəni burada da qeyd olunur ki, imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilir. Bax, söhbət burada bundan gedəcək. İndi növbətiyə baxaq. İmza sahibi barəsində məlumata baxaq. 1.1.25-ə. Yəni bu rahatdır. Məsələn, siz sertifikat alarkən bildirilən və belə deyək, sistemdə toplanılan, yəni məlumatlardır. Yəni imza sahibi barəsində sadədir. Yəni sizin haqqınızda toplanılan məlumatlar. Bəs imza sahibi kimdir? Öz adından və yaxud səlahiyyət verilmiş şəxs adından çıxış edən fiziki şəxs. Bu da olur, imzanın sahibi bu olacaq. Daha sonra biz digərinə baxırıq. Bax, burada nəzərinizə çatdırım, fiziki şəxs. Yəni bura hüquqi şəxsi yazsa, o zaman yanlışdır. İmza vasitələri hansıdır? İmza yaratmaq və yaxud da yoxlamaq üçün proqram və texniki vasitələrdir. Bir də var sertifikatlaşdırılmış imza vasitələri. Hə, bu nədir? Baxın, bu da burada qeyd olunur, müəyyən olunmuş tələblərə uyğunluğu təsdiq edilmiş bax imza vasitələrdir. Yəni proqramlar və yaxud da ki texniki vasitələr. Yəni bunlar isə sertifikatlaşdırılıb. Söhbət burada bundan gedir. Sonra digərinə baxırıq. Hə, ən əsas belə deyək, maraqlı yerinə gəldik. Elektron imza və yaxud da gücləndirilmiş imza. Baxın, burada bizim fərqlərimizi burada rahat görə bilərsiniz. Yəni elektron imza dedikdə nəyi nəzərdə tutacağıq? Elektron imza sahibini identikləşdirməyə, yəni şəxsiyyətini təsdiq etməyə imkan verir və digər verilənlərlə əlaqəlidir. Eyni şəkildə gücləndirilmiş imza da elədir. Amma gücləndirilmiş imza, baxın, sahibinin tam nəzarət altındadır. Sənədin bütövlüyünü, dəyişməzliyini və saxtalaşdırılmamasını izləyir. Yəni buna da aid nümunə deyim sizə.
Elektron imzaya, yəni söhbət burada bundan gedir. Hələ gücləndirilmişdən danışmıram. Buna aid nümunələr verir. Məsələn, e-postun sonuna ad, soyad yazmaq. Bax, bunun özü elektron imzadır. Və yaxud da ki, PDF, belə deyim, sənədinə skan edilmiş əl imzası əlavə eləmək. Bir də baxın, biz bu saytlarda sonda hər hansısa bir müqavilə imzalayanda biz burada yazırıq, razıyam. Yəni o qutunu işarələmək. Onun özü də bir sadə elektron imzadır. Yəni siz onunla klik eləyəndə onun sahibinin sizə məxsus olması o imzanın tam da belə deyək mümkün deyil. Çünki başqası da sizin əvəzinizdən klik eləyə bilər. Ona görə məhz gücləndirilmiş imzada deyir ki, yalnız imza sahibinə məxsusdur və sahibinin tam nəzarəti altındadır. Baxın, biz burada bu gücləndirilmiş imzaya aid də nümunələrdən əlbəttə ki, verə bilərik. Hər hansısa, məsələn, belə deyək, vergi bəyannaməsini göndərmək, məsələn, bankdan pul götürmüsünüz kreditə, onu Sima proqramı vasitəsilə təsdiqləyirsiniz. Bax, bunun özü bir gücləndirilmiş elektron imzadır. Çünki baxın, Sima nədir? Simada üz tanıma texnologiyası var da. Bu yeni nəsil imza növüdür. Yəni telefon kamerası ilə üzünüzü skan edirsiniz, yəni qeydiyyatdan keçdiniz, ondan sonra sənədi onunla imzalaya bilirsiniz. Baxın, kadrlar şöbəsində, yəni insan resursları şöbəsində əmək müqavilələri biz imzalayırıq. Artıq biz bunu Sima proqramı ilə imzalayırıq. Yəni gücləndirilmiş imza ilə biz bunu artıq imzalayırıq. Yəni burada, yəni bu sənədlərin bütövlüyünü, dəyişilməzliyini və saxtalaşdırılmamasını burada belə deyək, bilmək olur. Yəni çünki siz bu sənədi saxtalaşdıra bilmirsiniz. Avtomatik sizdə o bilinir. Amma digərində artıq belə deyim, həssasdır ona qarşı, yəni saxtalaşdırmağa qarşı. Bax bunların fərqi belə deyim, elektron imza ilə gücləndirilmiş imzanın fərqi buydu. Növbəti slaydımıza baxaq. Akkreditə edilmiş mərkəz nədir? Akkreditə edilmiş mərkəz müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş mərkəzdir və bu mərkəz təkmil sertifikat verir. Baxın, təkmil sertifikat nədir? Təkmil sertifikat gücləndirilmiş elektron imza yoxlama məlumatları barəsində verilən xüsusi sertifikatdır. Yəni bu gücləndirilmiş elektron imzaları yoxlayır həqiqiliyin. Amma sertifikat xidmətləri mərkəzi bu hüquqi və yaxud fiziki şəxsdir və bu isə bu sertifikat verir. Bu sertifikat nədir? Baxın, burada var təkmil sertifikat. Bir də var belə sertifikat. Bu sertifikat isə imza sahibini identikləşdirir və ona yoxlama məlumatlarının ona məxsusluğunu təsdiqləyən sənəddir. Yəni sizin bir elektron imzanız var da, tutalım deyirəm. Hər hansısa bir elektron imza sahibisiniz. O sertifikat ona görə verilir ki, yəni bu elektron imza hansı neçənci ilə qədər qüvvədədir, belə deyək, sahibi kimdir, ad, soyad. Yəni onun sertifikatıdır. Yəni imzanın sertifikatıdır. Bax, söhbət burada bundan gedəcək. Daha sonra keçirik digərinə. Burada vaxt göstəricisi nədir? Vaxt göstəricisi budur ki, məsələn, siz sənəd imzalayırsınızsa, o sənəd imzalayanda orada hansı vaxtda imzalamısınız, onu göstərir vaxt. Çünki gələcəkdə problem olanda siz onu sübuta yetirə bilirsiniz ki, məsəl üçün, filan vaxtı bu imzalanıb sənəd. Məsələn, 22:33-də imzalanıb sənəd. Söhbət burada bundan gedir. Yəni burada da nə yazmışıq? Prosesin inkar olunmazlığını təmin edən əsas amildir. Daha sonra burada elektron sənəd dövriyyəsində baxın, göndərənə baxaq. Göndərən özü tərəfindən və yaxud da ki, adından elektron sənəd göndərilən şəxsdir. Yəni vasitəsi istisna olmaqla bu sənəd buradan getdi alana. Alan bunu qəbul edən şəxsdir. Yəni elektron sənədin ünvanlandığı şəxsdir. Vasitəsi də arada olan şəxsdir. Yəni göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən şəxs, məsələn, asan xidmət və s. Yəni bu da olur bizim vasitəsi, ortada qalan şəxs. Daha sonra elektron sənəd dövriyyəsi vasitələrinə baxanda bu da yəni hansılar ola bilər? Burada proqramlar var, texniki vasitələr var və texnologiyalar. Məsələn, dövlət idarələrində elektron sənəd dövriyyəsi sistemləri var, belə də gedir, ESD. Bundan istifadə edirlər. Və sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri isə tələblərə uyğunluğu təsdiq edilmiş, belə deyim, bu vasitələrdir ki, bunlar artıq sertifikatlaşdırılıb. Bax belə, bir də elektron imzanın həqiqiliyinə baxaq. Sadə məsələdir, yəni sahibinə məxsusluğu yoxlanır. İmzanın həqiqiliyi budur ki, yəni imza həqiqətən də onun sahibinə məxsusdur. Və burada elektron sənədin də həqiqiliyi var. Elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə sənədin tamlığının və bütövlüyünün təsdiq edilməsi. Yəni sənəddə heç bir dəyişiklik olmayıb, tamdır, yarımçıq deyil və s. Mən deyərdim ki, bununla da bizim anlayışlar bitdi. Güman edirəm ki, uşaqlar sizə, yəni bu elektron imzanı oxuyarkən çətin olan hissələri mən sizə sadə şəkildə, belə deyim, izah eləmiş oldum.
İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.